Saadət müəllim, Bir dənə Saadət mövzumuz müəllimə. Saadət müəllim. Bir dənə də Saadət Bəli, müəlliməmiz bəli. var burada. Bir dənə də Saadət müəllimə var. Elə onu deyirəm ki, qarışdıracağıq aləmi. Yəqin Saadət soyadına müəllimə desək. müraciət edəm də gərək. Mən soyadım yaman uzun, Nəsrullayeva. Yaman uzundur. Yaxşı. Həngamədir. Mənim dərsimiz seçim nəzəriyyəsi idi. Ay sağ olun. Yaxşı, Saadət müəllim, sizdən elə başlayaq. Seçim nəzəriyyəsi kimin nəzəriyyəsidir? Seçim nəzəriyyəsi William Gleiser'in nəzəriyyəsidir. Bu nəzəriyyə deməli təhsilə yeni töhfə idi. Müəllim ənənəvi üslubdan çəkinməlidir, o nəzəriyyəsinə görə deyir ki, müəllim ənənəvi üslubdan çəkinməlidir, yeni üsullardan istifadə etməlidir. Burada həm də eyni zamanda qeyd edir ki, davranışa nəzarət edən şəxs insan özüdür nəzəriyyəyə görə. Bu nəzəriyyədə deməli əsas o idi ki, rastlaşdığımız problemi insan özü həll etməlidir. Yəni özü cavab verə bilməlidir rastlaşdığı problemlərə. Bunda əsasən şagirdlərə müəllimlər, tərbiyəçilər öyrətməlidir. Bunun 5 ehtiyacı var idi. Ehtiyac idi müəllim olar. Bəli. Nə idi o? İnsanın 5 ehtiyacı ilə əlaqələndirir. 5 ehtiyacı vardı. Biri sağ qalmaq, biri sevgi və mənsubiyyət, üçüncü güc, dördüncü azadlıq, beşinci isə əyləncə. Bunları izah elə, Saadət müəllim. Deməli, bütün bu ehtiyaclar insanların davranışlarını istiqamətləndirirdi. Birinci sağ qalmaq. Sağ qalmaqda, yəni insanın sağ qalması üçün hansı ehtiyaclar varsa, onlar nəzərdə tutulur. Məsələn, qida, sığınacaq və s. Sonra sevgi və məhəbbət. Sevgi və məhəbbət yoxsa mənsubiyyət? Mənsubiyyətdir, yəni mənsub olduğunu. Mənsubiyyət. Bu, deməli, şagirdin münasibətləri üçün çox vacibdir, bu sevgi və mənsubiyyət. Çünki müəllim şagirdə həmişə sevgi ilə yanaşmalıdır. Şagirdlərə qiymət verməlidir. Onlarla danışanda müəyyən bir davranış şərtlərlə Axşamın xeyir müəllim. Qarşıkeş mühit yaratmalıdır. Sonra güc idi, şəxsi inkişaf, bilik və bacarığının inkişaf etdirilməsi. Yəni, insan yaxşı oxuyan şagird özündə bir güc hiss edir. Amma bəzən də şagirdin gücü var, amma bu gücü bilmir nəyə sərf eləsin. Yaxşı oxumur da, elə istəyir ki, sinifdə qaydalarını başlayır pozmağa. Nə bilim, sinifdə bəzi hərəkətlər eləyir, həsarət yetirir digərlərinə və yaxud da ki, partları sındırır. Yəni, gücün bu üsulla göstərir. Sonra dördüncü nə idi? Azadlıq ehtiyacı. Burada müdrik seçimlər etmək, cütlərlə, qruplarla işlər, sonra esse yazılması, bunların hamısını şagirdin öz seçiminə vermək lazımdır. Deyəsən, belə idi, daha müəllimə. Məndə olmadı, kitabda elə sizdən də götmüşəm olardı. Kitabımda yox idi. Nurlan müəllimə burada olanda mənə atırdı, indi yoxdur, mən də qalmışam, qeydlər aparıram. Beşinci də əyləncə. Əyləncə, bu da şagirdlərin dərslə bağlı əyləncələrindən söhbət edilir burada. Məsələn, şagirdin dərs əsnasında oyun əsaslı keçirtmək, bu da bir əyləncə xarakteri daşıyır. Sonra o dərsdə yumordan və ya ləhtifələrdən istifadə edilməsi və s. Əhsən, Saadət müəllim. Nurlana müəllimə. Bəli, müəllimə. Nurlana müəllimə, seçim nəzəriyyəsi kimin nəzəriyyəsidir? Müəllimə, seçim nəzəriyyəsi Amerikalı psixoloq William Gleiser'in tərəfindən. Necə izah eləyir öz nəzəriyyəsinin yanaşmasını? Müəllimə, o elə bir ki, özünün davranışını, hər tərəfli emosiyalarını, ehtiyatlarını, hisslərinin hamısını yəni bir yerdə toplanmağını yaratmışdı. Elə bir ki, o seçim nəzəriyyəsində müəllimə dediyi kimi 5 əsas hissələri var idi. Sağ qalma, sevgi və mənsubiyyət və məhəbbət kimi bəyəklar və eşitmək başa düşmüşdüm. Güc, azadlıq, əyləncə. Yəni bunları elə bir ki, öz nəzəriyyəsində bir yerə yığdırmışdı. Yəni hamısını bir yerdə əks etdirmişdi. Yəni insanın elə bir ki, məsələn, sağ qalmaq deyəndə
Biz bilirik ki, sağ qalmaq üçün insan düzgün qidalanmalıdır, sonra gigiyenikdir, fiziolojidir, bunlara fikir verməlidir. Yəni bura əsasən lazımdır qidadır, yəni yatmaq üçün rahat yer lazımdır. Sonra fiziki rahatlıq lazımdır, beyni dincəlsin, rahatlaşsın. Sonra müəllimə, ora lazımdır, sevgi və mənsubiyyətə də lazımdır ki, müəllim, şagirdlər də müəllimlər arasında hər zaman doğru münasibət qurulsun və yaxud valideynlərdən, cəmiyyət arasında düzgün münasibətlərin qurulması. Sonra müəllimə gəldi, orada güc var. Güc də şagirdin məsələn insanın həyatına hər hansı bir yaxşı xasiyyətləri, o məsələn onun biliyidir, bacarığıdır, yəni bunları inkişaf etdirməkdir. Azadlıq da ki, azadlıq elə ən yaxşısını, ən müdrik seçimi elə azadlıqdan ibarətdir. Məsələn, orada da sosial inkişafla bağlıdır. Sonra bir də var ki, əylənmə. Əylənmə də deyəndə bura sevincdir, xoşbəxtlikdir, hər hansı bir oyun oynamaqdır. Sonra yumor hissidir, şənlikdir, əyləncədir, yəni bunlar aid. Yəni Nurlana müəllimə, bunlar dərslə bağlı olan əyləncə nəzərdə tutulur. Məsələn, dərsdə oyun elementlərinin daxil edilməsi, yumor latifələrlə danışılması. Bəli, bax bu dərslə bağlı olan əyləncə nəzərdə tutulur. Bəli, qruplardan işdir, rolu oyunlardır, simulyasiyalardır, sonra nə bilim bu qar topası kimi belə bir şeydir. Bəli, üsullardan, layihələrdən istifadə eləmək, yəni uşağa yumordan, yeri gələndə məsələn bir lətifənin danışılmasıdır, əyləncəli qurulmasıdır da, bu nəzərdə tutulur. Lap yaxşı. Günəş müəllim. Günəş müəllim. Bəli, müəllimə. Günəş müəllim, buyur səni dinləyək. Seçim nəzəriyyəsini izah eləyin. Seçim nəzəriyyəsi Amerikan psixoloqu William Gleiser tərəfindən hazırlanıb. Bunun nəzəriyyəsi insanların davranışları haqqındadır. Burada elə bir ki, kənar müdaxilə olmadan insanlar özlərində rahat, onlara seçim verilməlidir, rahat hiss etməlidirlər, özləri də istədiklərini. Onun da nəzəriyyəsinin əsas ehtiyacları var. Məsələn, əsas ehtiyacları aşağıdakılar sağ qalmadır, sevgi və mənsubiyyətdir, güc, azadlıq, əyləncə. Sağ qalma burada insanın həyatda sağ qalması üçün tutunacağı nəyinsə olması. Məsələn, bura qida ola bilər, onun yaşamağı üçün bir hansısa evin, mənzilin olmasıdır. Sonra orada var idi, fiziki rahatlığıdır. Yəni insan orada özünü rahat hiss edə biləcəyi bir funksional təməl ehtiyacıdır. Bəli, Günəş müəllim, sözünüzü kəsirəm. Burada sağ qalmaq ehtiyacı bəli, burada fiziki cəhətdən qidalanma, sığınacaq, fiziki rahatlıq da daxildir. Həm də sinif mühitində yəni sağ qalma ehtiyacı, bəli, təhlükəsiz və dəstəkləyici mühitin yaradılmasıdır. Bəli. Nizam intizama riayət olunmasıdır. Bax bunlar nəzərdə tutulur əsasən. Buyur Günəş müəllim. Sevgi və mənsubiyyətdə isə deyir, müəllimlə şagird arasında bir bağ olmalıdır, sevgi olmalıdır. Əgər deyir o şagird məsəl üçün müəllimi sevməsə, sinifdə hər hansısa bir narahatçılıq yaradacaq. Belə şagirdlər, digər şagirdlər də deyir o müəllimi sevməyəndə imkan verməyəcək ki, o dərs keçsin də, belə mane olacaq, dərsə mane olacaq. Bəli. Yəni sonra güc ehtiyacında. Buyur. Bəli. Buyur. Deyim müəllimə, nəsə deyirsiniz? Yəni şagird sevildiyini bilməlidir. Şagird istəyir ki, onu müəllim sevsin, onu mənsub olduğu yerə aid olduğunu bilsin. Yəni bunu olmayanda, bunu yəni hiss etməyəndə artıq şagird oxuya bilmir və davranış pozğuntuları sərgiləyir, istər-istəməz. Buyur müəllim. Güc ehtiyatında da ki, burada şagirdlər inkişaf etdirilməlidir, bilik bacarığa yiyələnməlidirlər də. Yəni, onların, necə deyərlər, özlərinə dəyər hisslərinin artırılması ilə qarşılanır burada. Sonra azadlıq ehtiyacı da ki, şagirdlərin özünə azadlıq verilir. Heç bir azad hiss eləməlidirlər də özlərini. Məsələn, onların akademik, sosial inkişafı ilə bağlı məsələn, sahələrdə
hər hansısa bir məsələlərdə seçim imkanı deyir müəllimlər yaratmalıdırlar. Yəni azadlıq verməlidirlər ki, özləri istədikləri məsələn essedir, sinifdə hər hansısa bir layihədir, azadlıq verilməlidir. Onlar deyir, onu özü seçməlidir şagird. Əyləncə Məsələn, ehtiyacı. istəyir ya sinifdən xaric oxu olsun, ya tək və cütlərlə, yəni də özləri seçməli. Əyləncəyə də gələndə isə əyləncəli bir mühit yaradılmalıdır. Məsələn, şagirdlər dərsi əylənərək deyir öyrənməlidirlər. Həzz, məmnunluq almalıdırlar o dərsdə. Və yaxud oyunla, bir şənlikləmi, yumorlama, belə. Əhsən Günəş müəllim, düzdür. Düz buyurursunuz. Saadət müəllim. Bəli, müəllim. Saadət müəllim, behaviorizm nəzəriyyəsinin əsasını kim qoyubdu? Watson qoyub. 20-ci əsrin əvvəllərində Watson tərəfindən qoymuşdu. Əsas nümayəndələr. Onu da deyim, əsas nümayəndələri. Yoxsa Buyur Saadət müəllim. Əsas Watson, Pavlov, Skinner, Bandura, bir də Thorndike. Əhsən. Nurlana müəllimə. Bəli, müəllim. Operant şərtlənmə nəzəriyyəsi kimin nəzəriyyəsidir? Operant şərtlənmə müəllim. Bəli. Bilmədim, yadım. Günəş müəllim kömək eləyin. Deyim müəllim. Yəni, operant şərtlənmə Skinnerin. Bəli. İnci behaviorizm. Behaviorizm deyir müəllimə. Behaviorizm nəzəriyyənin adıdır. Nümayəndəsi, yaradıcısı da Watson'dur. Skinner. Amma Skinner operant şərtlənmə Operant şərtlənmə. nəzəriyyəsinin əsasında nə durur Günəş müəllim? Müəllim, əsasında elə bir ki, cəzalandırma, bir də mükafatlandırma durur. Şagirdləri yaxşı hərəkətinə görə deyir, ona nəsə veririk, əlavə nəsə veririk, ya mükafat. Pis hərəkətləri qarşısında isə nəyinsə alınması, cəzalandırılması. Mükafat və cəza durur. Bəli, yəni davranışı, əgər şagird düzgün davranış eləyərsə, gücləndiricidən istifadə edib, neynir? Daha da o davranışı möhkəmləndirir. Bəli, və yaxud da ki, əgər şagird nöqsan edərsə, Yaxşı hərəkət. bəli, Bəli, cəzalandırmadan istifadə edib bunu aradan qaldıra bilərik. Və onların buna biz Günəş müəllim, biz dedik ki, tutaq ki, arzu olunan davranışı gücləndirmək istəyiriksə, bu nəyə gücləndirmək istəyirsə, nə isə əlavə ediriksə, bu nəyə aiddir? Müsbət gücləndirmə. Ay sağ ol. Arzu olunan davranışı gücləndirmək üçün nə isə güzəştə gediriksə, bəs bu nəyə aiddir? Nə isə bu negativ gücləndirmədir. Ay sağ ol, düzdür. Saadət müəllim. Bəli, müəllim. Arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edirəmsə, Negativ cəzalandırma. bəs arzu olunmayan davranışı azaltmaq üçün nəsə güzəştə gedib çıxardıramsa, O negativ cəzalandırma budur, o birisi müsbət cəzalandırma idi. Nurlana Yerini müəllimə, dəyişik etmişdi. Bəli, müəllimə. Həsən verdiyim tapşırığın onun da çox gözəl yerinə yetiribdi. Və mən Həsəni bu tapşırığı yerinə yetirdiyinə görə deyirəm, əhsən Həsən, verdiyim tapşırıqları düsturdan istifadə edib çox yaxşı yazmısan. Bu hansı operant şərtlənmə nəzəriyyəsinə görə hansı növünə aiddir? Müəllimə, müsbət gücləndirmə, daha ona təriflər əlavə edin. Bəli, nə isə əlavə elədim. Arzu olunan davranışı möhkəmləndirmək üçün nə isə əlavə edilməsidir, düzdür. Günəş müəllim. Bəli, müəllim. Aytən həmişə tapşırıqları yerinə yetirdiyinə görə bu gün Aytən sənə mən tapşırıq vermirəm. Bu deməli operant şərtlənmə nəzəriyyəsinə görə hansı növünə aiddir? Negativ gücləndirici. Əhsən. Niyə buna aiddir? Çünki müəllim o yaxşı hərəkət edir, nə isə çıxır ondan, alış. Düzdür. Saadət müəllim. Bəli, müəllim. Həsən sinif qaydalarına əməl etmədiyi üçün onu tənəffüsə buraxmadım. Bu, operant şərtlənmə nəzəriyyəsinin hansı növünə aiddir? Müsbət cəzalandırma. Əhsən, düzdür. Nurlana müəllimə. Bəli, müəllimə.
Aysel nizam intisamı qoyduğum qaydaları yerinə yetirmirdi. Buna görə də nəzərdə tutduğum layihədə iştirak etməsinə imkan vermədim. Bu hansı? Bəli, negativ cəzalar. Əhsən, düzdür, negativ cəzalandırmadır. Saadət müəllim, Bəli, müəllim. Banduranın nəzəriyyəsi necə adlanır? Banduranın nəzəriyyəsi sosial öyrənmə. Bəli, sosial öyrənmə. Başqa cür necə deyə bilərik? Başqa cür bir dənə də adı var idi. Unutdum onu. Nurlana müəllimə Sosial kömək öyrənmə. elə. Pandoranın bilmədim ay müəllim. Günəş müəllim kömək elə. Sosial öyrənmə. Pandora. Bəli. Banduranın. Nəsə mühit, nə mühiti o dördü. Müşahidə əsaslı öyrənmə. Müşahidə əsas. Müşahidə əsaslı Bəli, öyrənmə. müşahidə əsaslı öyrənmədir. Öyrənmədə müşahidə təhlil yolu ilə baş verdiyi üçün belə Bəli. deyilirdi. Aytən müəllim, sual-cavabda iştirak etmək istəyirsinizsə, buyurun. Saadət müəllim, Bəli, müəllim. Bandura müşahidə əsaslı öyrənmənin 3 modelini müəyyənləşdirib. Bu model hansı modeldir? 3 dənə modeli, canlı model, simvolik model, sözlü təlimat modeli. Əhsən, canlı model deyəndə nə nəzərdə tutulur? Deməli, müşahidə edərək öyrənmə. Müşahidə edərək öyrənmək. Yəni insanları, yəni ətrafında Velosipedi sürən uşağın onu velosiped sürən uşağı təqlid etmək. Gördüyü təqlid edirsən, müşahidə edirsən daha doğrusu, sonra təqlid edirsən. Aha, Canlı model. Bəs simvolik model? Simvolik modeldə filmlə qəhrəmanlarının hərəkətlərinə baxır, videoda film qəhrəmanlarına, sonra Bəli, YouTube-a baxır, televiziyaya baxır, müşahidə eləyir, öyrənir, düzdür? öyrənir. Bəs sosial Sözlü təlimatlı, sözlü təlimatlı? Sözlü təlimatda müəllimin və yaxud da ki, valideynin verdiyi təlimatlar əsasında öyrənmə. Əhsən, düzdür. Nurlana müəllimə. Bəli, müəllimə. Bax, bu sosial öyrənmə nəzəriyyəsi Banduranın, yəni kopyalamaqla öyrənmədir də. Kopyalamaqla öyrənmənin 4 əsas şərti vardır. Bunlar hansılardır? Bəli, diqqət, saxlama, reproduksiya, bir də motivasiya. Bəli, indi Motivasiya bilirik ki, həvəsləndirməkdir. düzdür. Yəni hər hansı bir şeyi gücləndirməkdir. Orada yəni irəliləyişə doğru aparmaqdır da. Yəni motivasiya budur. Məsələn, tətbiq etmək deyəndə də hər hansı gördüyümüz bir işi tətbiq edirik, yerinə yetiririk. Yəni hər gördüyümüz işləri daha doğrusu yadda saxlayırıq. Yadda saxlayırıq. Yəni tətbiq etməkdə bir növ prosedural bilik kimi götürürük da məsələn. Sonra Əvvəldən gəl də, əvvəl nəyəsə diqqət yetiririk. Yəni o sondan gəlin, diqqət yetiririk, sonra çünki müəllimə bildiyimi dedim, motivasiyanı bir tanış gəldi, ona görə onu dedim. buyur. Bəli, müəllim. Saadət müəllim kömək elə. Diqqətlə saxla. Birinci diqqətdir, diqqət. Bəli. Diqqətli olmaq lazımdır. İkinci saxlamaqdır, müşahidə olunanın davranışı yadda saxlamaqdır. Aha. Üçüncü tətbiq etməkdir, davranışı yadda saxladığını tətbiq edirsən. Dördüncü də motivasiyadır. Müşahidə etdikləri öyrən zaman motivasiyalı olmaq Sağ ol, lazımdır. əhsən. Yəni diqqət eləyirsən, yadda saxlayırsan, tətbiq eləyirsən və buna həvəsli olursan. Yəni bütün bunları yerinə yetirmək üçün səndə bir motivasiya olmalıdır. Düzdür. Sağ ol, bəli. Günəş müəllim. Bəli, müəllim. Bullying nə deməkdir Günəş müəllim? Bullying qısnamadır. Güclü birinin zəif birinə güc tətbiq eləməsi. Bəs mobbing nədir? Mobbing, elə o da müəllimə. Mobbingdə onun bir növüdür, amma o şirkətlərdə olur. Qrup Şirkətlərdə şəklində, yəni əsasən. qrup şəklində. Qrup içərisində, qrup Bəli, bu içərisində. kollektiv şəkildə, qrup şəklində olduğuna görə ona mobbing deyilir. Bullyingin hansı növləri var Saadət müəllim? Bullyingin bir neçə növü var. Fiziki bullying, verbal bullying, sonra kiberbullying.
Bax, məqsədinə görə bullyinqin növləri hansılardır? Məqsədli, məqsədsiz. Ay sağ ol. Məqsədsizin də növləri var, hansıdır? Məqsədsizin Bəli. düşünülməmiş bullying, məqsədsiz bullying, düşünülməmiş bullying. Bir də Bir də hansıdır? Tədris bullyingi. Düşünülməmiş və tədris bullyingi. Günəş müəllim, bəs yaxşı. Bullinin göstərdiyi davranışa görə bullyinqin növü. Bu fiziki bullyingdir. Fiziki bullying bir də qeyri-fiziki bullying. Qeyri-fiziki də özü növü var. Verbaldır, qeyri-verbaldır, bir də sosial bullying. Əhsən. Nurlana müəllimə. Bəli, müəllimə. Bullinin birbaşa və ya dolayı yolla təsirinə görə bullyinqin növləri hansılardır? Bəli, müəllimə. Vasitəli bullying, bir də vasitəsiz bullying. Vasitəli bullying odur ki, kiminsə vasitəsilə, məsələn, yoldaşını vurmaq, nə harasına sındırmaq, yoldaşından deməyidir da. Yəni, o vasitəlidir, bir də vasitəsiz bullying var ki, yəni, bu özü tərəfindən həyata keçirilir də, bilməyərəkdən vasitəsiz, bilməyərəkdən həyata keçirilir. Vasitəsiz, yəni özü həyata keçirir. Bilərəkdən də eləyir, bilməyərəkdən. Məqsədli də eləyə bilər, məqsədsiz də eləyə bilər, amma vasitəsizdir. Yəni özü edir. Birbaşa özü eləyir. Başqasına ehtiyacı yoxdur. Nə edirsə özü edir. Amma vasitəlidə isə bir başqasına elətdirir bunu. Saadət müəllim. Bəli, müəllimə. Saadət müəllim, məsələn, tüpürmək, vurmaq, nə isə götürüb kitabı cırmaq, sonra itələmək, bunlar hansı növünə aiddir? Fiziki bullyingdir. Əhsən, fiziki bullyingdir, düzdür. Nurlana müəllimə. Bəli. Məsələn, jest hərəkət, şəkil çəkmək, atmaq, məsələn, bunlar hansına aid olacaq? Müəllimə, verbal bullying olacaq. Yoxsa? Tutaq ki, uşaq Həsən dərs danışır yazı taxtasında. Əli də barmaqlarını qoyur belə buynuz kimi göstərir ona və yaxud da ki, tutaq ki, ağzını əyir, ağzını o ayına bəyənə əyir və yaxud da ki, şəkil çəkir, inək şəkili atır onun partasını. Verbal sözlə ifadə edilməkdir, bəli, müəllimə, qeyri-verbal hərəkətlərdir. Yox, qeyri-fiziki bu. Qeyri-verbal. Qeyri-verbal. Bəli. Qeyri-verbal. Yəni qeyri-fizikinin növüdür, qeyri-verbaldır, düzdür? Hə, qeyri-fizikinin növü qeyri-verbal. İndi yaxşı, Günəş müəllim, tutaq ki, qrupda qızların qrupu vardı. 5 qız bir gəzir, bir söhbət eləyir, gəzməyə də gedir. Ayseli həmin qrupa qoymurlar. Bu hansıdır? Sosial bullyingdə kənarlaşdırılır qrup. Düzdür. Saadət müəllim. Bəli. Müəllim məsələn deyir ki, Ayselin inşası çox zəif idi. Uşaqlar, bu gün zəif yazmısınız. Ayselin inşası zəif idi, elə onun inşası kimi zəif yazmısınız. Bu onda hansı bullying növünə aid olacaq? Bu düşünülmüş. Düşünülməmiş. Düşünülməmiş tədris bullyingi. Ay, sağ ol. Düşünülməmiş tədris bullyingidir. Düzdür. Nurlana müəllimə. Bəli, müəllimə. Məsələn, bu növ bullyingdə, məsələn, burada hansı ki, yazılı şəkildə sözlərlə təhqir etmək də olar, qeyri-verbal şəkildə də etmək olar, şəkil, sözsüz videolar olar. Sonra bunlar bu hansı növünə aid olacaq? Kiberbullying. Bəli, kiberbullyingdir, düzdür. Kiberbullyingdir. Yaxşı, Günəş müəllim. Bəli, müəllimə. Buzqıran strategiyası nə deməkdir? Buzqıran strategiyası elə bir ki, dərsliyin əvvəlində müəyyən edilir. Bu şagirdlər ki, bir-birinə tanımaq üçün də, uşaqlar bir-birini tanıması üçün. Həm şagird şagirdə, həm də müəllim şagirdi tanıması üçün istifadə olunur. Düzdür. Bax, Günəş müəllim, buzqıran strategiyaları vardı. Bunlar hansılardır? Absurd suallar idi. Mənim bugünüm, sabahım, gələcəyim haqqındaydı. Sonra hər hansısa bir post paylaşılırdı. Tor strategiyası idi. Sonra orada nə var? Aforizm, sevdiyin aforizmi. Aforizmlə, sevdiyin aforizmi yaz idi. Sonra nə? Bir də
uşaqların ki xoşladığı bir tərəf olur. Məsəl üçün biri şeir yazır, nə bilim şəkil çəkir. Özünə ona məxsus, şagirdə məxsus elə bil unikal xüsusiyyətlərin təsviridir. Bəli, özünə məxsus unikal xüsusiyyətlər bəli. Saadət müəllim, İndiki, keçmişi, gələcəyi yəni təsvir edən söz denən. Nurlana müəllim, bax bu buzqıran strategiyaların həyata keçirmək üçün nəzərə alınmalı vacib məqamlar var. Nəyi nəzərə alıb bu buzqıran strategiyaların həyata keçirməliyik? Nələri nəzərə almalılar? Bəli, müəllimə. Onlardan məsələn şagirdlərin bir-birlərini tanımasıdır. Məsələn, Şagirdlərin sayı, bilik səviyyəsi. sancaqlığın, gərginliyin aradan qaldırılmasıdır. Bir-birlərinə inamlı olmalıdır, mehriban olmalıdır. Sonra şagirdlər bir-birlərini tanımağa çalışmalıdır. Bunu deyirsiniz. Yəni bax Nurlana müəllimə, biz bu strategiyanı həyata keçirən zamanı şagirdin sayını, bilik səviyyəsini bəli nəzərə almalıyıq ki, şagirdin sayı məsələn sinif otağı ola bilər ki, balaca olsun, düzdür? Yəni planlaşdırmalıyıq. Seçdiyimiz strategiya üçün sinifdə kifayət qədər yer olmalıdır. Lazım olan materialımız olmalıdır. Tutaq ki, tor strategiyasını keçirirəmsə, mənə lazım qayçı olmalıdır, iplər olmalıdır, şar olmalıdır, yapışqanlar olmalıdır, flamaster olmalıdır. Yəni bunları olmalıdır. Əvvəlcədən bunları mən hazırlamalıyam. Həm də vaxtımı nəzərə almalıyam. Digər tərəfdən ola bilər ki, tutaq ki, gətirdim tor strategiyasını tətbiq eləmək istədim, heç alınmadı. Mən burada çaş-baş qalıb durmamalıyam. Mənim bir B planım olmalıdır. Onun əvəzinə deyə bilərəm ki, sevdiyiniz aforizmləri danışın. Yəni bir B planım olmalıdır ki, yəni mən vəziyyətdən çıxım, da şagirdlər qarşısında çaş-baş qalmayım. Buna görə deyirik ki, çevik strategiya, yəni burada o nəzərdə tutulur. Baş tutmaya bilməyəndə başqa birisini həyata keçirməliyəm. Yaxşı, buzqıran strategiyanı həyata keçirmək dedik ki, şagird şagirdləri, müəllim şagirdləri tanımaq üçün həyata keçiririk və buzqıran strategiyası həm də sinifin düzgün idarə edilməsi üçün də mühüm əhəmiyyətlidir. Düzdür? Nurlana müəllimə, biz sinifi düzgün idarə etmək üçün biz müəllimlərin nələri olmalıdır? Müəllimə, gözlənti, qayda proseduru olmalıdır. Bəli, əhsən. Gözlənti nədir, Saadət müəllim? Gözlənti iki cürdür. Müsbət gözlənti və mənfi gözlənti. Müsbət yüksək, mənfi isə aşağı gözləntidir. Hələ bir dənə yüksək gözləntiyə aid misal göstərə bilərsən? Bu uşaq dərslərini həmişə yaxşı oxuyur. Bəli, yaxşı cavab verir. Yaxşı cavab verir, yaxşı olacaq. Yəni bu sənin gözləntindir, düzdür? Əhsən. Yaxşı, gözləntiləri biz elə qısaca deməliyik, yoxsa onu açıqlamalıyıq? Gözləntiləri müəllim dediyəndən sonra onların hamısını açıqlamalıdır. Əgər gözləntiləri müəllim dedikdən sonra onlar açıqlamırsa, bu onlar üçün aydın olmayacaq və ümumi məsləhət xarakteri daşıyacaq. Həmin gözləntilər. Ona görə də mütləq gözləntiləri çatdırılanda aydın şəkildə ifadə etmək lazımdır. Əhsən. Günəş müəllim. Bəli, müəllim. Günəş müəllim, gözləntilərə misal göstər. Gözləntilərimiz hansılardır? Gözləntilərimiz məsəl üçün Hamıya hörmətlə yanaşır. Dərs təvazunatlarınız səliqəli da olsun. Dərsə vaxtında gəlin. Məsuliyyətli olun, bəli, məsuliyyətli olun. Məsuliyyətli olun, gözləntindir. Gəzərkən əl-qol hərəkətləri etməyin, səliqəli yeriyin. Hər hansısa bir təhlükə baş verərsə, ya müəllimə, böyüklərə müraciət edin, xəbər verin. Sağ ol. Nurlana müəllimə. Bəli, müəllimə. Gözləntinin daha sərt forması nədir? Müəllimə, zəhmət olmasa biri deyin, başa düşmədim. Gözləntinin sərt forması nədir? Daha sərt forması. Daha sərt forması müəllimə təhlükəsizliyə riayət etməkdir. Qaydalar. Əhsən, Saadət müəllim.
Gözləntilərin daha sərt forması qaydalardır. Biz qaydaları nə vaxt tətbiq edirik Nurlana müəllimə? Müəllimə, qaydalar 3-5-dən artıq olmamalıdır. Bu qaydalar da təsdiq olmalıdır. Yəni inkar formada qaydalar olmalı deyil. Qaydaları yerinə yetirərkən müəllimə, məsələn, cəzadır, mükafatlandırmadır, tətbiqdir. Yəni bunlardan da istifadə olunmalı deyil. Yəni cəza olmalı deyil, mükafatlandırma olmalı deyil. Nurlana müəllimə, düz buyurursunuz. Bəli, biz qaydaları o vaxt tətbiq edirik ki, əgər biz gözləntini qoyuruqsa, şagird bu gözləntini yerinə yetirmirsə, biz qaydanı tətbiq edirik. Tutaq ki, Həsən adlı şagirdim dərsə gecikir. Deyirəm, Həsən, dərsə gecikmək olmaz. Bu mənim gözləntimdir. Sabah yenə gecikir. Deyirəm, Həsən, dərsə gecikmək olmaz. Sonra qayda tətbiq eləyirəm. Həsənə ayrıca söhbət aparıram, valideyni ilə danışıram. Ondan sonra lazım gələrsə direktora müraciət eləyirəm ki, araşdırıram bunun səbəbi nədir, qaydanı tətbiq eləyirəm. Yəni əvvəlcə mən gözləntimi dedim Həsənə. Gözləntini əgər doğrultmadı şagird, onda qaydanı tətbiq eləyirəm. Prosedur nədir Günəş müəllim? Prosedur da müəllim əvvəlcədən prosedurlar qoyur. Məsəl üçün şagirdlərə ki, dərsə gecikmək olmaz, vaxtında gəlir. Yəni bu prosedurlara əməl edilməlidir. Prosedur Ardıcıllıq. sinifin idarə olunmasında dərsə gecikdin, geçkəndə müəllim şagirddən soruşmalı deyil də ki, hardaydın, niyə gec gəlmisən? Sakitcə deyir, daxil ol sinifə, keç əyləş yerində, dəftər kitabını aç, dərslərə qoşul. Yəni prosedur belə olmalıdır. Sonra dərs qutarandan sonra tənəffüsdə o şagirdi müəllim çəkib soruşmalıdır ki, ay bala, gecikməyin səbəbi nədir, niyə gecikmirsən? Belə olmaz, dərs. Bəli, prosedur qoyulan qaydaların ardıcıl, yəni yerinə yetirilməsidir sinifin idarə olunmasında. Yaxşı, Saadət müəllimə. Sosial emosional öyrənmə nə deməkdir? Sosial emosional öyrənmə Goleman nəzəriyyəsidir, hə müəllim? Golemanın nəzəriyyəsi necə adlanır? Emosional zəka, yox, Goleman ki, emosional zəka idi. Bəli. Sosial, hə. Biz hansını dediniz müəllimə siz? Sosial emosional öyrənmə. Sosial Bandoranın ki, Bandoranın. Sosial emosional öyrənmə təhsilin və fərdin inkişafına, yəni biz bu əsas hissəsi kimi götürürük. Yəni bu elə bir nədir ki, biz bu öyrənmə mühitində şagirdlərin özünü dərsdir, özünə idarə etməsidir, sosial məlumatlılıqdır, ünsiyyət bacarıqdır, qərar qəbul etmək məsuliyyətinin daşımaqdır. Yəni bunları düzgün formalaşdırıb həyata keçirməkdir. Sosial emosional öyrənmə. Buna SEO da deyirik. Golemanda isə dedik ki, necə adlanır? Emosional zəki adlanır. Bunun bircə fərqi vardı. Orada nədir fərq? Orada da özünü idarə etmə var, özünü dərk var. Burada özünü dərki var. Aha. Emosional və rasional zəka var orada. Bəli, empatiya da var. Düzdür. Empatiya da var. Bəli, burada ünsiyyət bacarıqları, qərar qəbul etmək məsuliyyətidir. Amma burada nədir? Özünü dərk, özünü idarə etmək, motivasiya, sosial məlumatlılıqdır. Bir də nə idi? Bir də münasibətlərin idarə edilməsi idi. İnternetimiz getmişdi, ona görə yarım çıx bilmədim. Problem deyil. Problem deyil. Bizdə də olur. Nurlana müəllimə. Bəli, müəllim. Robert Ganye'nin nəzəriyyəsi necə adlanır? Yəni öyrənmənin 9 addımı olacaq müəllim. Nəzəriyyənin düzdür, öyrənmənin 9 addımı var orada, amma bəli, Saadət müəllim buyur, necə dediniz? Öyrənmənin şərtləri. Əhsən, öyrənmənin şərtləri. Nurlana müəllimə, öyrənmənin addımları var idi, dediniz 9 addımda. O 9 addımı artıq sadala Nurlana müəllimə. Bəli, müəllimə, öyrənmənin 9 addımı var. Məsələn, birinci motivasiya mərhələsidir, yəni şagirdlərin dərsə cəlb edilməsi. İkinci, təlim nəticəsinin elan edilməsi.
Üçüncüsü məsələn müəllimə əvvəlki dərsdə qazanılmış biliklərdən köhnə dərsdə yəni bir-birləri ilə sistemləşdirmək, yəni inteqrasiya və əlaqələndirmək. Sonra dərsin mövzusunu təqdim edirik, yəni yeni mövzunu. Sonra orada öyrənməni təmin edirik. Sonra biliş və bacarıqların tətbiqini təmin edirik. 7-cidə də əks əlaqə qururuq. 8-cidə də bilirik ki, yəni məsələn birincisi təlim nəticəsini elan edirdikdə, artıq 8-cidə təlim nəticəsini reallaşdırırıq. 9-da da artıq informasiyanı möhkəmləndiririk. Yəni möhkəmləndirmək də nədir? Evə məsələn layihə veririk, hazırlamağı, essay veririk, yazmağı. Əhsən. Bu səs-küy sizdə də var ay müəllimələr. Telefon bu gün niyə belədir bura? Heç başa düşürsən. Mikrofondadır, nədir bilmirəm. Sizdə də Günəş müəllim səs olur, arada gəlir səs belə. İndi düzəldi deyəsən. Düzəldi. Bax yenə gəlir. Gürültü var elə Elə bir xırıltılı səs kimi deyil, mən təəssüf etmədim. Elə bir xırıltı, elə bir külək. Elə bir ki, çoxun. Bəlkə də bilmirəm ki. Yaxşı, Müəllimə, qulaqçıq var sizdə? Yox, qulaqçıq. Qulaqçıqdır. Qulaqçıq yoxdur ki. Yox. Ola bilər ki, qulaqçığı təzədən salıb çıxardanda o dəyişir səs. Sadət müəllim, mən istifadə etmirəm. Hə, yoxdur. Burada sizdə qulaqçıq kimi görünür? Elə bir ki, qulaqçıq taxmısınız. Üstə şəkildə elə var, elə bir şey var. Ona görə dedim. Yaxşı, bugünkü mövzumuzu keçək. Əməkdaşlıq və proaktiv həllərdir. Bu da 2024-cü il Time kitabında salınan yeni mövzulardan biridir, müəllimlər. Əməkdaşlıq və proaktiv həllər. Yaxşı, biz dedik ki, bu nəzəriyyənin yaradıcısı Ross Greenindir. Bəli, bu da yeni nəzəriyyədən biridir, əməkdaşlıq və proaktiv həllər. Bəzən olur ki, müəllimlər, sinifdə bəzi şagirdlər davranış pozğuntuları sərgiləyir, belə desək. Və müxtəlif, məsələn, davranışın bu pozğuntularının idarə olunması ilə bağlı nəzəriyyələr var ki, bu Ross Greenin də bu davranışların idarə olunması ilə bağlı nəzəriyyədir ki, bunu yaratmışdı. Ross Greenin bunun, yəni aradan bu hansı ki şagird davranışında olan o nöqsanları aradan qaldırmaq, onların aradan qaldırmaq üçün bu nəzəriyyəni yazıb və şərh eləmişdi. Əgər uşaq... Səhifəni deyərdiniz, zəhmət olmasa. Müəllim, deməli səhifə 180-dir. Əgər uşaq bir davranışında problem sərgiləyirsə, bu iki səbəbdən ola bilər. Bir, tələb olunan bacarıqlar lazımi səviyyədə deyil. İkinci isə həll edilməmiş problemlər var. Birinci dedik ki, tələb olunan bacarıqların lazımi səviyyədə olmaması. Yəni, şagirdlərin bacarıqlarından yuxarı tapşırıqlar verilməsi. Biz şagird bacarıqlarından yuxarı tapşırıqlar verəriksə, Saadət müəllim, onda nə olacaq səncə? İnklüzivliyi pozmuş olaraq. Sonra? Diferensiallığı pozmuş olaraq. Sonra? Şagird yaxşı nəticə verməyəcək də müəllimə. Yüksək, o cür, nə bilim... Bəli. Ağır tapşırığı cavab verə bilməyəcək də, belə deyək. Düzdür. Məsələn, uşağın səviyyəsi biz diferensiallaşmanı da orada gözləmədik, inklüzivliyi də gözləmədik, bərabər imkanları da gözləməmiş olaraq. Düzdür? Yəni, şagirdin bacarıqlarından yuxarı tapşırıqlar verilməsi burada bərabər imkanların pozulması deməkdir. İnklüzivliyin və yaxud da diferensiallaşmanın da elə pozulması deməkdir. Yəni, biz əgər şagirdin səviyyəsinə uyğun tapşırıqlar verəriksə, artıq onlarda gərginlik yaranmaz. Biz şagird bacarığından yuxarı tapşırıq verən zamanı şagirddə gərginlik yaranır. Şagird neynir? Həmin tapşırığı yerinə yetirə bilmir. Yerinə yetirə bilmir, eyni zamanda inklüzivliyi də nəzərə almaq lazımdır ki, burada biz şagirdin bacarığını nəzərə almalıyıq. Şagirdlərin intellektinə əsasən
biz neynəməliyik? Bərabər imkanları da qorumalıyıq və onların öyrənmə tərzlərini də əsas götürməliyik. Bax, ikinci hal dedik ki, həll edilməmiş problemlər var. Bəzən müəllimlər şagird arasında anlaşılmazlıq yaranır. Müəllim şagirdlə sözlərini məntiq xətası kimi başa düşə bilər. Yəni bunu müəllim dərk etməlidir, müşahidə etməlidir ki, mən izahımı belə verdim, şagird bunu düzgün anlamadı və bunu müşahidə eləməlidir və tez aradan qaldırmalıdır, bu problemi həll etməlidir. Yəni şagird niyə bunu başa düşmədi, düzgün başa düşmədi? Bunu müşahidə etməlidir və bunu aradan qaldırmalıdır. Və biz deyirik ki, bunların hər ikisini həm valideyn də nəzərə almalıdır. Mütləqdir ki, valideynlər də neynəməlidir? Şagirddə olan problemləri müəyyənləşdirməlidir. Valideyn də övladının davranışında, yəni davranış pozğuntusu sərgiləyirsə bunu müşahidə edir. Bunları nə səbəbə baş verdiyini valideyn də mütləqdir ki, bilməlidir. Bax, doktor Greenin görə şagirdlərdə motivasiya olur da. Yəni burada onların uğura apara bilmək üçün bacarığı olmadığı üçün ətraf mühitdə uyğunlaşmaqda çətinlik çəkə bilirlər. Və biz bu doktor Greenin onun bu əməkdaşlıq və proaktiv həll yanaşması uşağın perspektivini dərk etməyin, problemini müəyyənləşdirməyi və həll yollarını tapmaq üçün onlarla birgə işləməyin vacibliyini vurğulayır. Yəni empatiya burada birinci göstərir qurmaq lazımdır, ikinci problemi müəyyənləşdirmək lazımdır, üçüncü əməkdaşlıq. Deməli, Greenin 3 yanaşmanı əsas götürmüşdü. Empatiya qurmaq, problem müəyyənləşdirmək, əməkdaşlıq etmək. Birinci empatiya qurmaq, yəni empatiya haqqında biz çox danışmışıq. Nurlana müəllimə, empatiya nə deməkdir? Müəllim, özünü başqasının yerinə qoymaq. Əhsən, düzdür. Bax, burada empatiya qurmaq bu şagirdin proaktivliyini, bax burada deyir ki, şagirdin perspektivini başa düşməyi və onlara maraqla yanaşmağı əhatə edir. Bax, bu nə deməkdir? Yəni ki, şagirdin perspektivini başa düşməsi və onlara maraqla yanaşması. Günəş müəllim, siz bunu necə izah eləyərsiniz? Perspektiv. Perspektiv, mən elə bir ki, öz yönündən baxmada, öz tərəfindən baxmaq. Perspektivdə, necə deyərlər, perspektivi necə? Deyir ki, şagirdin perspektivini başa düşməliyik, onlara maraqla yanaşmağı bacarmalıyıq. Yəni şagirdin arzuları, istəyi də, arzusunu istəyən başa düşməliyik. Yəni onun istədiyi kimi qarşıya qoyduğu, yəni bax, şagirdin qarşılaşdığı problemlərdə perspektivi, onun qarşıdakı nələr gözləyir, onları bilməliyik əvvəldən. Bəli. Biliş və bacarıqlarını. Əhsən. Yəni bir müəllimin şagirdin dünyaya baxış bucağını bilməli. Duyğularını, düşüncələrini, təcrübələrini anlamağa çalışmasıdır. Yəni bu şagirdin düşüncəsi necədir, duyğuları necədir, dünyaya baxışı necədir? Bax, şagirdin perspektivini başa düşmək bu deməkdir ki, yəni müəllim şagirdin dünyaya baxış bucağını bilməlidir. Duyğularını, düşüncələrini, təcrübələrini anlamalıdır, çalışmalıdır. Bu şagirdin hansı şəraitdə yaşadığını, yəni bu şagird ailədə hansı şəraitdə yaşayır, yaşam mühiti necədir? Bunu bilməlidir müəllim. Və yaxud mən elə bir ki, keçmişdi ki, bələdçi müəllim, nə bilim nədir, o şagirdlər hansı ailədən ki, gəlir, tanıyırıq, elə bir şeydir. Bəli, bəli. Yəni biz bax şagirdin həm orada duyğusun, düşüncəsin, baxışın bilməliyik. Digər tərəfdən onun aləm mühitini bilməliyik. Yaşadığı çətinlikləri bilməliyik. Necə düşündüyünü, hansı səbəbdən müəyyən şəkildə davrandığını anlamaq lazımdır. Müəllim bilməlidir ki, niyə bu şagird bu cür davranır? Bu cür davranmağının səbəbi nədir? Yəni bu kobud davranırsa bunun ailə mühiti necədir? Ailədə aldığı tərbiyə necədir? Ailə şəraiti necədir?
Bunları bilməlidir. Yəni şagirdin perspektivini başa düşmək bu deməkdir. Yəni bu cür biz bilməliyik və nə deyir? Deyir ki, bax burada belə bir şey var ki, deyir burada şagirdin motivasiya və ya iradəsi əsas götürülmür. Yəni iş görmək bacarıqlarının olmadığını fərz edirik. Burada motivasiya ilə və yaxud iradəsinin yox, iş görmək bacarıqlarının olmadığını fərz edirik. Burada şagird perspektivi deyəndə bu nəzərdə tutulur. Yəni burada motivasiya, iradəsizliyi yox. Bax dediyim, sadaladığımız şeylər nəzərdə tutulur. İkinci deyir ki, problemi müəyyənləşdirin. İkinci nədir? Problemi müəyyənləşdirin. Biz məsələn burada nədir? Uşağın problemi nədir? Niyə burada səhv addım atır? Uşaq niyə davranışında nöqsanlara yol verir? Bunun səbəbi nədir? Problem nədir? Bu nədən irəli gəlir? Bunu müəyyənləşdirməliyik. Üçüncü deyir, əməkdaşlıq etməliyik. Bax yazır ki, problemə həll yolu müəyyənləşdirərkən şagirdin ehtiyacları və situasiyaları tələblərini nəzərə alaraq şagirdin yanında olmaq. Onunla əməkdaşlıq etmək lazımdır. Yəni şagird tutaq ki, səhv addım nöqsanlar eləyir, biz şagirdin yanında olmalıyıq. Onunla, onun səhvin olsa belə onunla əməkdaşlıq etməliyik. Bu səhv nöqsanlar eləyir, bu adam olmayacaq, bu kobud rəftar eləyir, bundan zəhləm gedir, üzr istəyirəm. Bu cür deyib o şagirdi göz ardı eləmək, necə deyərlər ki, görməməzlikdən gəlmək, etmək lazım deyil. Əksinə, həmin şagirdlə əməkdaşlıq deyir, etmək lazımdır. Yəni, böyüklər uşaqları lazım olan bacarıqları öyrənmələrinə, onlara mane olan problemləri həll etməklərinə kömək etmək üçün onlara əməkdaşlıq etmək lazımdır. Bu hallar həm real, həm də qarşılıqlı olaraq qanedici olmalıdır. Yəni biz şagirdin həmin o nöqsanlı davranış etsə belə onunla əməkdaşlıq etməliyik. Deməli burada biz nə dedik? Dedik ki, biz əvvəlcə uşaqlarla empatiya qurmalıyıq, sonra problemi tapmalıyıq, sonra onlarla əməkdaşlıq etməliyik ki, onların sərgiləyə bilmədiyi bacarıqlarını yerinə yetirməyə kömək etməliyik. Yəni, uşaq öyrənə bilmir, uşaq öyrənmir. Deməli, bunu düzgün bu yola çəkmək üçün, onu səhv addımlardan uzaqlaşdırıb, buna nail olmaq üçün biz nə etməliyik? Empatiya qurmalıyıq. Problemi müəyyənləşdirməliyik və əməkdaşlıq etməliyik. Yəni, şagirdin yerində olmalıyıq. Şagirdin yerində olmalıyıq ki, bu şagird niyə belə eləyir? Deməməliyik ki, həvəsi yoxdur, bacarmır, ondan oxuyan olmaz, o adam olmayacaq, elə bu cür gəlib, bu cür gedəcək, xeyr. Belə deməliyik, empatiya qurmalıyıq, problem müəyyənləşdirməliyik, sonra əməkdaşlıq eləyib problemi həll etməliyik. Bax burada indi deyir ki, yanaşmanı, doktor Greenin deyir ki, yanaşmanı necə tətbiq etməliyik? Bu yanaşma necə tətbiq olunmalıdır? Yanaşmanı davranış problemləri olan uşaqlara bir neçə yolla tətbiq oluna bilər. Bu Greenin bunun 3 yolunu göstərir müəllimlər. Bir, dəstəkləyici mühiti yaradın. İkinci, problemin həllinə diqqət yetirilməsi. Üçüncü, diqqətinizi cəmləşdirin. Deməli, neçə yol müəyyənləşdirdi? 3 yol müəyyənləşdirdi. Dəstəkləyici mühit yaratmaq, problemin həllinə diqqət yetirmək, bir də diqqətinizi cəmləşdirin. Saadət müəllim, dəstəkləyici mühit yaradın deyəndə, yəni bunu çox demişik. Sən hələ bir izah elə. Burada indi Greenin də deyir bunu. Dəstəkləyici mühit müəllim şagirdin həmişə yanında olmalıdır. Onun səhvlərini həmişə öyrətməlidir ki, səhv etmək həmişə var, səhvlərdən qorxmamalıdır. Şagirdi dəstəkləməlidir hər biri. Əhsən. Bəli, yəni dəstəkləyici mühit dediyiniz kimi
Bəli, elə bir mühit Mən- yaratmalıyıq ki, şagird orada qoxmalamalıdır, səhv desə belə deməlidir, bilmədiyini soruşmalıdır. Bax, budur dəstəkləyici mühit, düzdür. Nurlana müəllimə, nəsə demək istəyirdiniz? Bəli, dəstəkləyici çox sağ olun sözlərinizə görə. Dəstəkləyici mühitlərdə ən çox məsələ müəllimə maddi texniki bazada nəzərdə tutulur. Aha. Yəni məktəbin avadanlıqları da nəzərdə tutulur. Sonra məsələn müəllim uşağı alçatmağıdır, sinifdə çığır-bağır salmasıdır, problem yaratmağıdır. İnklüziv şagirdlərin məsələn bir-birlərinə qarşı diqqətsizlikləri deyə vurmaq, çığırmaq. Bunlar hamısı dəstəkləyici mühitə aid olan bir şeylərdir. Əhsən. Səhv etməlisiniz. İkinci, bax, deyir ki, problemin həllinə diqqət yetirin. Bax, Greenin deyir ki, problemin həllinə diqqət yetirin. Davranış çətinlikləri bacarıq çatışmamazlığından qaynaqlandığı üçün şagirddən olan gözləntilərin onun bacarıqlarından üstün olması bir fakta çevrilir. Bax, burada müəllimlər, tutaq biz gözləntimiz şagirddən yüksəkdir. Yüksək bir gözləntimiz qoyuruq. Amma şagirdin bacarığı yoxdur. Biz bu gözləntini qoyduq. Məsələn, biz gözləntini qoyuruq, şagirdin bu bacarığı yerinə yetirmək bacarığı yoxdursa, onun bacarıqsızlığı meydana çıxır. Mənim gözləntimi şagird yerinə yetirə bilmir. Bacarıqsızlığı meydana çıxır. Mən yüksək bir gözlənti gözləyirəm, amma şagird Bunda aşağı gözləntidir. Mənfi aşağı gözlənti. Bəli. Burada bacarıqsızlığı meydana çıxır və həm valideyn, həm müəllimlər davranış pozuntusu zamanı cəzalara deyir əl atmaq əvəzinə şagirdlərə nəyin mane olduğunu müəyyənləşdirməlidir. Bəli, biz istər müəllim olsun, istər valideyn olsun ki, şagird bunu niyə eləyə bilmədi? Tutaq, mən bir çətin misalı verəcəm bütün şagirdlərə, sinifə. Şagird bunu yerinə yetirə bilməyəndə başlayacaq mane olmağa, dərsin gedişini də pozmağa bəzi şagirdlər. Düzdür, bunu biz hər şagirdə şamil eləmirik, düzdür. Davranış pozuntusunu sərgiləyən şagird nəyisə bacarmır, düzgün yerinə yetirə bilmir və burada neyinir? Dərsin gedişinə mane olur. Başqa şagirdlərə, yəni yerinə yetirə bilən, tapşırığı yerinə yetirə bilən şagirdlərə də mane olmağa çalışır. Nəyinsə çatışmamazlığını onlarla birlikdə müəyyən edə bilmək lazımdır. Yəni, niyə çatışmır? Bu çatışmamazlığın səbəbi nədir? Müəllim bunu araşdırmalıdır. Problemin... Gücləndicədə istifadə eləməli olar müəllim. Ay, sağ ol, düzdür Saadət müəllim. Deyir, diqqətinizi cəmləşdirin. Bax, burada müəllimdən diqqətin cəmləşdirməyi tələb eləyir. Yəni, o çətin davranış pozuntusu sərgiləyən şagirdlə işləyən zamanı müəllim səbirli olmalıdır. Ola bilər ki, məsələn, qəzəblənir müəllim içərisində, öz daxilində. Yəni, burada özünü o qədər möhkəm saxlamalıdır ki, bəzən olur, Saadət müəllim, sinifdə çox rast gəlirik belə şagirdlərə. Yəni, bu halda deyir ki, müəllim neynəməlidir? Öz qəzəbini saxlamalıdır, özünü itirməməlidir, təmkinli olmalıdır, bəli, özünü idarə etməyi bacarmalıdır. Bax, Greeninin də nəzəriyyəsi müəllimlər budur, qısa dərsdir, maraqlı dərsdir. Nurlana müəllimə, Greeninin nəzəriyyəsi necə adlandı? Əməkdaşlıq və proaktiv həllər. Bəli, əməkdaşlıq və proaktiv həllərdir, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Greeninin yanaşmasına görə şagirdlərin davranış problemlərinin iki səbəbdən qaynaqlanmasını göstərir də. Deyir ki, o şagird davranışında pozğuntuluq vardır. Bu iki səbəbdən ola bilər. Bu səbəblər nəyi göstərib Greenin? Birincidə deyirdi ki, tələb olunan bacarıqların lazımi səviyyədə olmamasıdır. İkincidə ki, həll edilməmiş problemlər. Əhsən, düzdür. Müəllimə, burada deyirik ki, proaktiv həllər,
Bu müəllimə şeydə olduğu kimi müəllimin proaktiv bir də reaktiv yanaşması kimi götürmək olar bu proaktivi. Bəli. Məsələn, plan var. Bəli, bizdə də reaktiv müəllim var. Bir də proaktiv müəllim var. Planı olan müəllim, plansız olan müəllim. Yəni problem yarananda başlayır qışqırmağa, əmr etməyə, düzdür? Amma O birində B proaktiv planı var. müəllim isə həmişə hazırlıqdır. O lazım olan anda özünün bir B planı var, onu da tərtib eləyə bilir. Yəni proaktiv müəllim nədir? Həmişə hazırlıqlı olan müəllimdir. Müasir müəllimdir. Müəllimə, Bəli. bir də proaktiv elə iki başlı deməkdir də. Yoxsa Hə. Yaxşı, Günəş Müəllimə. müəllim. Buyur. Hə, sual, bəli, sual ver. Yaxşı. Günəş müəllim. Bəli, müəllimə. Pirininin əməkdaşlıq və proaktiv hallar yanaşmasında 3 əsas addım var idi. Addımlar hansıları idi? Birinci deyir, şagirdlərlə empatiya qururuq, yaradırıq. Aha. Sonra onların problemini müəyyənləşdiririk. Aha. Sonra isə onların şagirdlərlə əməkdaşlıq edirik. Əhsən. Empatiya yaratmaq nə oldu, Günəş müəllim? Empatiya yaratmaq özünü o qarşındakının yerinə qoyursan. Hə, bir də orada mən izahat verdim ha, şagirdlərin perspektivini başa düşmək lazımdır. Burada bir əsas məsələ var. O perspektivini başa düşmək deyəndə nə nəzərdə tutuldu? Yəni şagirdlərin Dünyaya baxışı. Aha. pəncərəsini qurmaqda, şagirdin arzuların, istəklərin nəzərə almaq, onların arzusu nədir? Yaşam tərzini, ailə mühitində necə yaşayır? Bəli, bütün bunları bilməlidir müəllim. Qayğı. Bəli. Bəli, Bunları düşüncələrini, duyğularını, dünyaya baxış bucaqlarını bilməlidir. Hansı şəraitdə yaşayır, hansı çətinliklə üzləşir, necə düşünür, hansı səbəbdən müəyyən məsələn şəkildədir bu cür davranır. Bunun səbəblərini bilməlidir. Bax, empatiya deyəndə bax bunlar nəzərdə tutulur. Aha. Nurlana müəllimə. İndi yaxşı, bu Qirinin qardaş bunu yanaşmanı necə tətbiq etməyin yollarını göstərib? Müəllimə, bunu da tətbiq eləyib, dəstəkləyici mühiti yaratmaqla, problemi həll etməkdə bir də diqqətinizi cəmləşdirin deyir. Yəni uşaqlardan Səbirli ol. Səbirli olun. Həqiqətən də indiki Nurlana müəllimə. Bu da bizə aid deyil. Əlbəttə ki. Nurlana müəllimə həqiqətən indiki dövr üçün yazıb da bu Qirinin ki, deyir ki, diqqətinizi cəmləşdirin. Yəni burada həqiqətən indiki dövrdə həqiqətən təmkin tələb olunan dövrdür ki, həqiqətən indiki yanaşma, uşaqlarla da yanaşma həqiqətən də bəzən sinif olur, eyni paralel sinifdir, 8 tutaq ki, A, 8B. Nə qədər fərq olur aralarında? Bəli, müəllimə. Əgər burada Bizdə A sinifləri həmişə yaxşı olur. Elə hər yerdə elədir. A siniflər yaxşı olur, B siniflər əksinə olur. Zay olur, zay. Bax müəllimə, bizim də evimizi yıxan bu kurikulum oldu. O qədər bu müəllimlərin evini daha doğrusu. Ona görə deyəcəyimiz səbirli olun. Biraz üstü örtülü danışın. Bəli. O da deyirlər ki, səbirli olun, hirslənməyin, qışqırmayın. Bu uşaqlar başınızda çıxdı, oturdu. Bir keçən il deməli müəllimə, mən sinifin effektiv idarə edirəm.